Deməli, Bakı Expo mərkəzində sərgidəyik. Daxili İşlər Nazirliyinin stendinin qarşısında Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi, Baş Dövlət Yol Polis İdarəsi, Avto FM də buradadır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi. Təhlükəsiz şəhər kamerasını görürsünüz. Bu tərəfdə iki ağ kameranı görürsünüz. Çox adam bunu radar zənn edir, amma bu radar deyil. Bunlar ikisi bir yerdə tətbiq olunur. İnfraqırmızı şoalarla ikisi bir-birinə inteqrasiya olunur və əsasən təhlükəsizlik kameraları vasitəsilə inteqrasiya olunur və təhlükəsizlik kəməri taxmayan sürücüləri həm gecə, həm gündüz daha çəkib aşkarlamaq üçündür. Bu da bildiyiniz radardır. Müasir radar qalxıcıdır. Svetofordur. Piyada svetoforu sol tərəfdə görürsünüz. Sürücülər üçün svetofor. Bu da Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Sərgidə təqdimat edirlər. Və ərazidə yol patrul xidməti avtomobili də var. Burada yol patrul xidməti əməkdaşlarının geyim formasını görürsünüz. Bu müşahidə eskort əməkdaşlarıdır, motor sürənlər, yol patrul xidməti, naryadı, çevik polis alayı, beretdə və digər polis orqanı, post patrul xidməti. Burada xüsusi texniki vasitələrlə təchiz olunmuş Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinə məxsus nəqliyyat vasitəsidir. Xüsusi kameralar yolları, cizgiləri müəyyənləşdirmək üçün maraqlıdır. Hal-hazırda Avto FM buradan yayım təşkil edir. Bakı Expo mərkəzində bunların stendi var və bu stenddə birbaşa yayımdır. Demək olar ki, burada ən çox diqqət çəkən stend Daxili İşlər Nazirliyinin stendidir. Çox maraqlıdır və Bakı Expo mərkəzində hər kəsi bu pavilyonu, bu stendi izləməyə dəvət edirəm. Dəyərli Ərşad müəllim buradadır, Ömər Xıdırov buradadır.